Gecə saat 4-də yatırsa sizi cin vuracaq. Amma əfsuslar olsun bunu deməliyik ki, tibb bu dəqiqə psixologiyanın qabağında acizdir. Vücuddan cin çıxarma dediyimiz egzorsizm İslam ölkələrindən çox xristian ölkələrində və yaxud da bütpərəst və yaxud da heç bir inancı olmayan Yaponiyada, Koreyada və yaxud da Birləşmiş Ştatlarda, Kanadada, Avropa Birliyinin və yaxud da birlikdə olmayan bütün ölkələrdə var və şəhərlərində klinikalar, mərkəzləri var. Bu uşaq, bu qız sağala bilməz dediyi xəstəni biz 3 gün sonra sağaldırıq. Cinlərdən insanlara xeyir varmı? Cinlər istənilən insanın bədəninə girə bilərmi? 16-17 yaşında qız gedir bir psixoloq qadına deyir ki, mən cinsimi dəyişdirmək istəyirəm. Deyir, sana tam dəstək verir. Salam, əziz dinləyicilər. Xoş gördük hər birinizi. Bugün sizlərə maraqlı verilişlərimizdən birini təqdim edəcəyik. Verilişimizin qonağı parapsixoloq, medium Vüsal Merdinlidir. Xoş gəlmisiniz Vüsal. Xoş gününüz olsun. Xoş gördük. İlk öncə dəvətimizi qəbul edib studiyamıza gəldiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Bugün sizinlə cinlər aləmindən danışacağıq, cinləri müzakirə edəcəyik və sizdən bu sahədə olan biliklərinizi sizlərdən istəyəcəyik. Verilişimizə başlamamışdan öncə istərdim ki, bizim dinləyicilər də, vətəndaşlar da sizləri yaxından tanısın. Onun üçün zəhmət olmasa özünüz barədə qısa məlumat verərsiniz, təhsiliniz barədə və s. və ilaxır. Buyurun Vüsal müəllim, söz sizdədir. Aleyküm salam, təşəkkür edirəm çağırdığınız üçün. Qiymət, dəyərli zamanınızı bizə ayırdığınız üçün. Ülvidadır, bəli. Bəli. Özüm 1984 Füzuli şəhər doğumluyam. Hüquq məzunuyam burada. Təzədən də Türkiyədə bu gizlin elmlər dediyimiz elmlər, parapsixoloji elmləri, təzədən biraz da dini orada təhsil belə özümüz inkişaf etmişik. Hüquq sahəsindən birbaşa gizlin elmlər barədə dediniz. Bəli. O elmlərin varlığını hardan bildiniz? Ora maraq sizdən hardan yarandı? Necə oldu, getdiniz, çıxdınız ora? Belə qənaətə gəlmişdim ki, mən o elmlərlə insanlara daha çox fayda verə bilərəm, nəinki hüquq sahəsində. Aydındır. Və siz getdiniz Türkiyədə parapsixologiya sahəsində və gizlin elmlər sahəsində başladınız yeni elmlər əldə etməyə və sonra nə baş verdi ki, siz bu cindarlıq mı deyim, bu cinlər aləmindən məşğul olmaq mı deyim, parapsixologiya mı deyim, bu sənətlə məşğul oldunuz? Nə vadar elədi sizi və nə səbəb oldu? Bilirsiniz Ülvi bəy, bu tək bir cinlə bunu sərhədləmək istəmirəm. Geniş elmdir. Buna ilmül havas deyirlər. Çox geniş bir elmdir bu. Belə deyək də, yəni tək burada cin deyil. Dünya ki titrəşim üzərindədir. Bu titrəşimə düşə bilirik. Bu vibrasiyaları, bəli, bu vibrasiyaya girə bilirik. O vibrasiyaya girə bildiyimiz üçün tək cin deyil burada. Yəni tək cinlərin istifadə olması, tək cin dediyimiz o negativ deyənmərəm, onların müsbət, əksəriyyəti müsbət varlıqlardır. Onların insanların uzaqlaşdırılması, yaxınlaşdırılması deyil. Yəni çox geniş bir yelpazə, çox geniş bir şahələnmiş bir elmdir bu. Tamam, bu elmin vacibatlığı nədən irəli gəlir? Yəni bildiyimiz qədərilə yer üzərini, ümumiyyətlə yaradıcı Allahdır. Bildiyimiz qədərilə, yəni bunu hər birimiz qəbul edirik ki, yaradan Allahdır. Yaradan Allah cinləri, şeytanları əgər insanlara gözə görünməyən halda yaratmışdırsa və bunu insana yaxınlaşdırmaq, uzaqlaşdırmaq, onu görmək sizcə nə dərəcədə düzgündür və bu nəyə lazımdır? Onlarla hər hansı bir təmasa keçmək heç bir dində qadağan və ya da haram deyil əslində. Yoxdur bir haram qadağan ki, onlar insan təmasa keçə bilsin. Əgər müsəlmandırsa, onlardan da müsəlman bizim bacı qardaşımızdır. Yəni belə bir şeydir. Belə bir tələb yaranır ki, insanların ailələrində ağır psixoloji xəstələr olur. Mənim buradan psixiatr həkimlərimizə Allahın salamı olsun, onlara təşəkkür edirəm. İşləri həqiqətən çətindir onların. Özüm də görürəm mənim sahəmdə, göndərirəm psixiatr həkimlərə. Amma əfsuslar olsun bunu deməliyik ki, tibb bu dəqiqə psixologiyanın qabağında acizdir. Hələ ora çatmayıb. Və inanmıram 100 il sonra, 1000 il sonra çatar bu gedişlə. Aydındır. Çox çətin. Ona görə də artıq insanlar görür övladları illərlə dərman qəbul edir, effekt görmür. Axır bu insanlara müraciət edir. Bəli, bu insanların içində dələduzlar da olur, su istifadə edənlər də olur. Get-gəl salıb artıq pulun, zamanın, dəyəri zaman alan da olur.
Məsələn, bilə-bilə ki, bunun sahəsi deyil, artıq həkimlikdir, göndərməyən də olur. Amma yəni bir həqiqətən bir böyük tələb vardı o zamanlar, indi də var. Sizcə belə deyim, sizcə bu hüquqi bir addımdırmı? Bu yəni belə deyim, bu yasaldır türkcə desək bir belə anlam var ki, bu yasaldır sizin gördüyünüz iş, istər dini tərəfdən, istər qanuni tərəfdən bunlar yəni hansısa bir əndazəyə, hansısa bir protokola sığırmı? Anladım. Yoxsa sadəcə bu improvizədir, öz məşğuliyyətdir? Burada bu öz məşğuliyyətdən daha yuxarı bir şeydir. Baxın belə deyim də, bayaq əvvəlcə danışmışdıq o barədə. Bir böyük dediyimiz, yəni iqtisadiyyatı, ekonomikası, tarixi, yəni nə bilim, proqresi, inkişafı böyük dediyimiz ölkələr, super ölkələrə baxaq, misal çəkək bəzi ölkələri. Yəni görəcəyik ki, onlarda bunun klinikaları, mərkəzləri tam rəsmi işləyir. Almaniya kimi ölkədə akademik araşdırmadadır bu. Yəni bundan cin çıxarmağı mı nəzərdə tutursun? Cin çıxarma olsun, onlarla görüş olsun, parafisik insanlardan, bazarı olan insanlardan istifadə olsun. Egzoterik bilgilərdir. Bəli. Parapsixologiyadır. Onlar bəli var, elmdə var. Ancaq bəli. Bunun cindarlıq tərəfi, bədəndən cin çıxarmaq tərəfi sözün doğrusu İslam ölkələrində, müsəlman ölkələrində rast gəlinir. Yəni bunun da mənə həqiqətən də çox maraqlıdır ki, bunun həqiqətə söykənən tərəfi varmı? Həqiqətən də cinlər varmı? Və bu cinlərlə siz doğrudan da mı əlaqəyə keçə bilirsiniz? Bu cinlərin varlığını necə sübut edə bilərsiniz? Kimi suallara necə cavab verərsiniz? Burada bir düzəliş edeyim. Vücuddan cin çıxarma dediyimiz egzorsizm İslam ölkələrindən çox xristian ölkələrində və yaxud da bütpərəst və yaxud da heç bir inancı olmayan Yaponiyada, Koreyada və yaxud da Birləşmiş Ştatlarda, Kanadada, Avropa Birliyinin və yaxud da birlikdə olmayan bütün ölkələrdə var və şəhərlərində klinikalar, mərkəzləri var. Yəni bu tək müsəlmanda deyil. Bəziləri var görürsən, ad çəkmirəm, elə bir olub ki, bir həkimimizdir. Efirdə onun bu uşaq, bu qız sağala bilməz dediyi xəstəni biz 3 gün sonra sağaldırıq. Qız bütün kanallara danışır və odur budur görür, həmən doktor çox böyük hörmətim var. Amma görür doktor hər dəfə deyir ki, niyə ancaq müsəlmanlardadır bu? Baxırıq bu hadisə doktorumuzun özündə bir psixoloji travma qoyub. Dediyim istəyirəm. Tamam. Bir gün efirlərdən birində yenə ad çəkmirəm, doktoramızdan biri bir üzləşmə oldu. Bizə buyurdu ki, siz təlqin edirsiniz xəstələrə. Yəni həqiqətən mən ona bir məntiqi bir sual verdim, sualına sual. O anda reklam dəqiqəsini aparıcılar saldı araya. Sonra da o mövzu bağlandı. Nə idi məsələ? Sual verim deyim, necə olursun ki, professorlar, psixiatrlar xəstəyə təlqin edə bilmir. Mən cahil təlqin edirəm və xəstə bir dəfə sağalır. Bu necə olur? Demək təlqin işi deyil burada. Demək ki, inandırma deyil. Yəni psixoz bir xəstəyə, bipolar pozuntu bir xəstəyə, şizofrenik bir xəstəyə biz durub təlqin nə qədər edək? Cəmisi 15-20 dəqiqə yaxşı oldu. Təzə işə düşəcək 11. Sizcə bu ruhsal xəstəliklərin kökündə, özəyində bu cinlərlə əlaqəli nəsə dururmu? Yoxsa hamısında yox, onda birində hardasa. Onda birində. Tamam. Mövzumuz çox genişdir. Bəli. Həddən artıq çox genişdir. Mövzuya hansı tərəfdən daxil olum, hansı tərəfdən yekunlaşdırım, biraz çətinlik çəkirəm. Ancaq çalışacağam ki, bunu bir məcraya sığdıraq. İlk öncə başlayaq cinlərin varlığından. Cinlərin varlığı dinə baxanda da biz görürük ki, cinlərin varlığı barədə Quranda məlumatlar var. Cinlərin varlığı nə üçündür? İnsanların varlığı, cinlərin varlığı, bunların arasındakı əlaqə varmı? Bunların bir-birindən ehtiyacları, bir-birindən alış-verişləri, necə deyim sizə, hansısa bir formada bir-birindən asılıdırlarmı? Yoxsa tamamilə fərqli-fərqli bir varlıqlardır, yaradan üçün fərqli-fərqli, necə deyim sizə, işləri mi görürlər, bir təyinatı mı, bir missiyanı mı həyata keçirirlər? Bu barədə zəhmət olmasa ətraflı. Mən çalışacağam ki, dini mövzulardan çox girmədən danışım. Buyurun. Məntiqi cavablar verməyə çalışacağam. Niyə? İnsanlar düşünməsin ki, bax bu da din arxasında gizləndi və biz inkar etsək günaha batarıq kimi bir aura yaradır burada. Xeyr, demək istəmirəm. Misal üçün deyək ki, yeni bir dövrdə kosmosda qara maddə tapıldı. Qara maddə. Hətta plazma qalaktikalar, plazmadan olan planetlər tapıldı. Yavaş-yavaş tapılır da. Biz nədənsə düşünürük ki, ancaq canlı aləm deyəndə, ancaq biolojik canlı aləm olmalıdır. Energetik canlı aləmi düşünmürük. Həmişə axtarışlar ki, bir planetdə canlı aləm tapaq, biolojik axtarıq, fiziki axtarıq, bilirsinizmi istəyirəm.
Maddə kimi. Amma biz plazma enerji axtarmırıq. Tapanlar tapıb, əlaqə girənlər girib o öz yerində. Amma onu axtarmırıq. Ona görə bizim beynimizə bu tam yəqin deyim ki, bu yeridirib. Yəni cinlər enerji varlıqlardır. Enerji varlıqlardır. Yəni bunların insanlarla bizdən də əvvəl yerin sakinləri idi onlar. Bizdən əvvəl yerin sakinləri. Bəli, bizdən əvvəl yerin sakinləri. Nə oldu ki, onlar gözdən itdilər? Gözdən itmədilər. Onlar öz yerindədir. Biz ilk gəlmə. Tamam. Adəm yerə indirildi. Biz ilk gəlmə. Onlarla bizim aramızda hansısa bir hüsumət varmı? Hüsumət yoxdur. Sadəcə belə bir şey deyim. Mən misal çəkəcəm. Bakı kəndlərindən birində bir adam ən yaxşı hündür yüksək yerlərdən birini alır. Orada bir böyük bir hasar çəkir. Öz sağlığına qismət villasını tikir. Tam rahatlaşdım dediyi anda evdə insan çox savadlı adamdır. Vəzifəli adamdır. O anda evdə qarabasmalar, əşyaların tərpənməsi, paranormal hadisələr baş verir. Biz getdik, ümumi bir bunları bir trans halına gətirdik. Hamısında qələmdə, yəni mən sizi hipnoz edə bilim. Yəni hamını hipnoz edib eyni vəziyyəti yaratmaq, bu hipnozlar biləcək ki, yəni o qeyri-mümkünmüş. Əllərinə qələmdən yazdılar, bilsin yazdılar. Dedilər biz siz insanlardan qaçıb dağlara sığınmışıq. Da biz hara gedək? Eyni şey yazdılar hamı. Axı bayaqlar biz dedik ki, onlar energetik varlıqlardır. Energetik varlıq, maddi varlıqlarla toqquşma var, toqquşma var. Toqquşma halı varmı ki, onları narahat edirik? İnsan onları çox narahat edir. İnsan onları çox sıxışdırır, çox narahat edir. Fərqində olmadan onların həyatına girir. İstər hansı hərəkətlərimizlə onları narahat edir? Bu icadlarımızla, istər misal üçün bu icadlarımızın onlara mənfi təsiri nədir? Var, frekansların böyük təsiri var. Radyo dalğaların böyük təsiri var. Bizim çıxardığımız səslərin böyük təsiri var. Bizim hara gəldi nəyisə atmağımız, hətta o qədər incə varlıqlardır ki, energetik də olsalar. Bəli. Hətta biz bunu harasa tullasaq, dəysə ağır yaralanmaya səbəb olar. Onu yarıb keçəcək o. Yəni ona görə insanlar, belə deyim də, müasir texnologiya gələndən, avtomatik surət qutusu gələndən, nə bilim, planşet telefonlar gələndən insan ezoterik inanclarını buraxdı. İnsan inanmadı. Artıq bunları yalan, nağıl sayır. Amma nağılların özündə belə bir pay var, gerçək pay var, baxsa araşdırın. Cinlərdən insanlara xeyir varmı? Varsa nədir? Var. Ziyan varmı? Varsa nədir? Ziyan da var, xeyir də var. Mən baxır kim necə nəyə istifadə edə bilir və xeyir nədə görür. Misal üçün, mən bu dostlarımız da, o mənim mülküm deyirlər. Dostlarımızdır. Onlardan mən istifadə edirəm nəyə? Ailə məsələlərindən çox. Gəlir yanıma, araşdırıram. Məsələn, qaynana gəlir, gəlinlə gəlir. Çox əfsuslar olsun, çox bunu deyəmirəm, düşmanlarımı sevinəcək. Azərbaycanda son 3 ildə çox dəhşət bir sosial çürümə gedir cavanlarda. Ailə dəyərlərin oğlanlarımız maraqlanmır, itir, dəhşət deyiləsi deyil. Mən inanmıram ikinci bir ölkə var belə, bu dərəcə özün cavanlar, bu dərəcə özünü buraxan. Biz qaynana gəlir, gəlin gəlir, həmən bəyin bacısı gəlir, oturub danışırlar ki, yəni bu adam arvadına, uşağına, namusuna maraqlanmır, nə yerçi maraqlanmır. Qaçıb oturub, misal üçün, deyək ki, Rusiyanın bir əyalətində, orada da yəni, özünü buraxıb, doğru danışıram biraz, belə. Biz işləyirik, necə işləyirik? 3 ay, 4 ay ən gecə vaxt istəyirik. Bəzən 2 ay həll edirik. Hara baxır yoldaşın görür, uşağın görür, anasını görür, kimə baxır onu görür. Nataşaya baxır, Tükazbanı görür. Nə bilim, Olgaya baxır, Tükazbanı görür. Da insan 25 gün, 30 gün, 2 ay eyni şey gözün qabağına gəlmə sonra ancaq kimsə ailə üzvünün gözünün qabağına keçdi deyəndə hər yerdə xanımı Tükazbanı görünür sonra istərsəməz maraq. Biz bunu bu cür savab işlərə istifadə edirik. Tamam. İndi gələk cinlər tərəfə. Cinlərə sizcə bu lazımdırmı? Bu nə dərəcədə cinlərə maraqlıdır ki, hansısa Tükazbanla əlini barışdırsın, yəni buna vəsilə olsun. Onların yəni yaranma, yaşama səbəbləri budur mu? O deyil, xeyr. Sadəcə onlara lazım olan buradan deyənmərəm nədir? Çünki onları Türkiyədə 1983-cü ildə bir kitab çap olunub. O kitabı oxuyanlar hamısı ruhi xəstəxanaya düşüblər. Sonra kitab qadağan olunub. Ki o kitab bəzi adamlarda var indi də. İlmül Havasın gerçək kitabı var. Onun kimi. Biz buradan onlara mən nə verirəm, nə təklif edirəm onlara bu maraq verir, onu deməyəcəm. Deyənmərəm də, olmaz. Amma elə həbət onların nəyə lazım yoxsa insanlar köməksinlər? Yəni buradan dedikdə materiya halında mı nələrsə təklif edirsiniz? Ya ərzaqlar mı, ya nəsə? Yox, ərzaqa ehtiyacları yoxdur. Onların qidası bizim qida deyil. İnsanın ruhu mu, insanın
özümü bu Yox, heç özümə aid deyil. Nə də Aydındır, fiziki bir aydındır. şeydir. Başqa şeylər var. Onlarla bizim onların aramızda ehtiyacları var, eləmi? müəyyən ehtiyacları var. Özləri Dünyada onu hamının nəsə təmin ehtiyacı var. onların özləri onu təmin edə bilmir. Təmin edə bilirlər, amma insanlar o şeyləri verəndə daha yaxşı olur. Belə deyim də, misal gətirim sizə. Tutalım, mən işləyib ayda deyək də misal üçün də işlədim, güclədim, 1500 manat əldə elədim. Bəli. Amma siz mənə gəlib təklif verirsiniz ki, mən sənə onun 100 minə qaldıracağam. Aydın. Bizim onlara verəcəyimiz, verdiyimiz şeylər, onlara göstərdiyimiz, verdiyimiz bəzi qulluqlar onlara çox sərfəlidir. Yəni heç kim adamın öz oğul da olsa bir gün, 2 gün sənə nəsə qulluq verir, 3-cü gün eləmir. Aydındır. Bu o canlıların yaranma təyinatını bilirsinizmi? Yəni onlar yer üzərində nə üçün yaranıblar? Nə üçün yaşayırlar? Yəni niyyətləri, məqsədləri nədir? Ortada bir səd yoxdur. Paralel aləm deyil. Bir aləmdir, iç-içədir. Sadəcə energetik plazma aləmi üçün onlar yaşayır. Necə bizim bu dünyada bir işimiz var. Necə ki ilanın işi dünyada sıçanı, həşəratları yox edib bir tarazı yaratmaqdır. Yəni mənim inancımca onların bir işi var. Yəni bir missiyası olmasa ali yaradan onları yaratmazdı. Aydındır. Bu ekstrasenslik barədə biraz danışmaq istərdim. Bir neçə ay bundan öncə bir ekstrasens sosial şəbəkələrə çıxdı və bizim dövlətdə bəzi məmurlarla iş gördüklərini bildirdi ki, yəni biz bəzi məmurlarla iş görürük, yəni bu real bir şeylərdir, falan filan. Sizə yəni bu sahədə əməkdaşlıq etdiyiniz bir qurumlar varmı? Onu deyənmərəm mən. Deyə bilməzsiniz, tamam. Məxfi məsələlərə biz bizə tək vəzifə adam deyil. Hətta lap xadiməçi belə gəlsə, müraciət eləsə, dünya dağılar, bizi gülləsərdə o xadiməçinin sirrini verməyəcək. Aydındır. Özünü aparacaq. Aydındır. İndi başqa bir sual vermək istəyirəm. Bu qüvvələrdən pisliyə istifadə eləyənlər varmı? Bu birinci sualım. Və bu qüvvələrə kimlərəsə pislik etmək niyyətinlə yaxınlaşsanız, onlar onu eləyirmi? Yoxsa onların özlərinin də olmazsa olmazları var. Özlərinin də bir sərhədləri var ki, mən bu şeylərdə siz insanlarla əməkdaşlıq eləyə bilərəm, bu şeylərdə qətiyyən eləyə bilmərəm. Onların başda müsəlman inancında olanlar, onların müsəlman inancı çoxdur. Onlar insanlara zərər vermək istəmir, heç qarışmaq istəmirlər. Amma bu elmi dərin bilan adam çox təhlükəli adamdır. Yəni bu cinlərlə münasibəti. Bəli, o adamdan qaçanmazsınız. Heç kim qaçanmaz. Sadəcə zamanı var, tutacaq o sizi. Yəni bayaq əvvəldən deyim, dünya titreşim üzərindədir. Bəli. Bu elmi bacaran adama o titreşimə girə bilir, cinlərin frekansına girə bilir. Tamam. Siz buna cin deyək, bes deyək, siz buna ghost deyək, ingiliscə nə deyək? Mən sizi başa düşdüm. Siz bunu nə dərəcədə, neçə faiz bacarırsınız? 100% üzərindən götürsək. 100% üzərinə deyənmərəm. İnanıram ki, insan hara maksimum çata bilər, çatmışam artıq. Onlarla münasibətdə. Bəli, istifadədə də. Mən özüm şəxsən belə bir düşüncə formalaşdı məndə, elə indi bu dəqiqə studiyamızda. Əgər mən o həddə çatsaydım, mən onlardan tamamilə başqa cür istifadə edərdim. Misal üçün, cəmiyyətdə nüfuzlu bir yer tutmaq üçün istifadə edərdim. İdeoloji cərəyanlar yaratmaq üçün istifadə edərdim. Elmi kəşflər yaratmaq üçün, dünyanın sirlərini açmaq üçün və s. və ilaxır daha nəhəng işlər görərdim. Sizcə elə bir canlılarla tanış olub da daha cılız hansısa tükazbanın əli ilə barışmasını təmin eləmək, onun müqabilində hansısa bir pul almaq, sizcə bu balaca arzular, balaca niyyətlər, balaca nailiyyətlər deyilmi? Sizin dediyiniz o suallar ki var, indi mənim özümə görə ağlım var, məntiqim var. Sizin öz, maşallah, siz alimsiz, doktorsunuz, professorsunuz, öz həyata baxışınız var. Mənim demirəm ki, bunun ancaq sahəm Qasımı tükazbana gətirməkdir. Biz bu işdə qulluq edir insanlara. Amma özümə lazım olan dünyanın əsl forması, dünya ətrafında nələr var, bunlar barədə nələr var. Bunlar barədə onlarla danışmısınızmı? %100 danışmışam. Onlar haqda, yəni özüm insan eşidəcəyi hər bir şey eşitmişəm. Maraqlı bir şey. Mənə də çox maraqlıdır. Yerin misal üçün yerin forması barədə, yaradılış barədə, yaradılışın səbəbləri, insan niyə yaşayır, niyə var, gəlişi bəlli deyil, hardan, gedişi bəlli deyil. Bu kimi sualları çox güman ki verərsiniz onlara. Onlar çox adamın
Yəni onlar bilirlərmi bu sualların cavablarını, yoxsa onların da informasiya biliyi kısıtlıdır? Yəni bir yerə qədər bilirlər, bir yerdən Bizdən çox bilirlər. Niyə? Zamanları uzun yaşadıkları üçün, Bəli. 3000, 4000-ə çatdıqları üçün çox şahid olanlar, bir də onların bizdən bir üstünlüyü var ki, onlar telepatik varlıqlardır. Biri bir şey biləndə o birisi ondan ala bilir onu. Bir Aynen. anda ala bilir. Eyni mərkəzə bağlıdırlar. Bilirsiniz, belə deyim də, bizim cəmiyyət, o cəmiyyətdə heç hər şey danışasan. Bizdə insanın fikrinə, dediyi sözə hörmət olunmur. Kommentlərə baxsan doğru. Bir ipucu vereyim. Cinlərin dediyinə qalsa, bizim İsa Peyğəmbər bildiyimiz şəxs ömrünün sonuna kimi Kəşmirdə yaşayıb. 100 il yaxın yaşayıb. Sizə verilən məlumat əsasən. Bəli, vəssalam. Yerinə kim, təxminən də yerinə kim göstərib deyilib. Yəni bu adam, yəni orada. Yəni bunu biz insanlara deyə bilmərik. O saat stereotiplər başlayacaq, bilirəm istəyirəm. İnanclar başlayacaq. Niyə belə deyirsən? Hardan çıxartdın bunu belə? Yəni ona görə də insanlıq buna hazır deyil. Bir şey deyim, bir cinin dediyini deyəcəm. Hanzal adda bir cin dediyini deyəcəm. Deyir, hər zaman insan olmaq istədim. İnsanların içində onu deyir, Allahıma şükür edim ki, insan olmamışam. Aydındır. Bu cinlərin fikirlərini deyirsiniz siz. Bəli. Bu cinlərin adlarını da deyirsiniz siz. Adlar Yəni bu cinlər də insanlar kimi nə vaxtsa ölürlərmi? ölürlər. Öləndən Doğulurlar, sonra, ölürlər. bəli? Doğulurlar, ölürlər. Öləndən sonra bunların yəni bunlar da müsəlmanlar kimi, yəni biz Eyni insanlar ruhları kimi var, qiyamət günü cavab verəcəklər. bastırılırlar, yoxsa onlar hansı formada? Gözəl mövzuya toxundunuz. İcazə verin başlayım. Cinlərin buynuzu, qulağı, əli, ayağı yoxdur. Əgər siz onları görə bilsəz, görə bilən adamlar çoxdur. Sudakı planktona bənzər bir şey görəcəksiniz havada. Sudakı nəyə bənzər? Planktona bənzər. Planktonlara, bəli. Eyni bənzər bir şey, işıq süzməsi görəcəksiniz ki, onu kameralar düşür, eyni bənzəri gedir, o düşəcək. Cinin ağzı, gözü, burnu, qulağı yoxdur. Çünki bu bizə bu dünyada fiziki bu işi görmək üçün lazımdır. Şampanzenin ayaqları qatlanır hər kimi ki, ağacda gəlsin. Yaguarın quyruğu ona tarazlıq yaradır. Keçinin buynuzu otu dəf eləyir. Budağı dəf edir. Bildinizmi istəyirəm? Yəni yaradılışda bir məna var. Onların odur. Anadan olanda onların da bir eyni planktona bənzədirəm mən. Dünyaya gəlməkləri var. 200, 220, 250 il bizim ömrümüzlə onlar uşaq olurlar, gənc olurlar. O yaşdan sonra nəsil artırırlar. Necə ki fil, balina, hansı varlıq gec böyüyürsə, gec nəsil artırır, ona bənzəyir. Yəni dünyanın fiziki qanunlarına tabe edilir. Çünki yerin yaradılışı bunlar burada yaradılıb cinlər. Öləndə də daha çox kiçilir. Daha bu xurma dənəciyi boyda olur, rəngləri saralır, bozarır və artıq yox olub itdikdə artıq hər kəs bilir ki, ölüb. Onlar ruhu var təzədən. Onlar qiyamət gün bizim kimi, sizin kimi, hamımız kimi cavab verəcəklər. Və iki varlıq cavab verəcək yer üzündə. Bu yer üzündə yaşayanlardan deyirəm. Bəs onlardan da fərqli canlılar varmı? Varsa kimlərdir? O canlılar var. İnancımca insanlar əgərlərim bu 15 il, 20 il ərzində dünyada katastrofik hadisələr baş verməsə, dünya müharibəsini demirəm, nüvə müharibəsini demirəm ki, olsa da qorxusu yox. Təbii hadisələri mi? Təbii hadisələr. İnsanlıq sağ qalsa ki inşallah sağ qalar, məncə ondan sonra hər şey açılacaq. Hər şey açılacaq dedikdə, yəni bütün canlıların ortaq bir sir bilinəcək, ortaq bir alanda görüşəcəkləri mi? Bəli, bəli, ora çatacağıq artıq. Əgər izin verirsə bizə. Çünki bundan əvvəl də insan o yerə çatın izin vermir insana. Aydındır. Məhv olub insanlıq, yenidən qurulur. Aydındır. Bildiyimiz kimi Vüsal bəy, biz insanlar Allah tərəfindən yaradılan varlıqlardan biriyik. Və biz insanlar istər cəmiyyətdən, istər ətraf aləmdən məlumatlar qəbul etdikdə onun hansısa elmə söykənən tərəfi olduğu halda yəqin oluruq. Yəni yəqin informasiya kimi qəbul edirik ki, yəni bəli bu gördüyümüz masanın üzərindəki hər şey bəli. Biz bunu materiya halında görürük və qəbul edirik. Və yaxud da siz dediyiniz kimi enerji halında olan bəzi varlıqlar olsun, bəzi hadisələr olsun, yenə onun hardasa elmə dəyən, toxunan tərəfi var ki, biz onları qəbul edirik. İstər təbii hadisələr, istər məişət hadisələri və s. və ilaxır. Bu cinlərlə bağlı olan və s. canlılarla bağlı olan mövzular əsrlər boyu tarixlərdə, kitablarda, nağıllarda olsa da, real bunlarla üzləşən, real bunların varlığını təsdiq edən çox az adamlar olubdur. Demək olar ki, heç olmayıbdır.
Siz bunu iddia edənlərdən birisiniz və mən də öz növbəmdə sizə haqq qazandırmaq istəyirəm. Bu canlılarla insanların, yaxud misal üçün mənim görüşümü deyim, onların görmək imkanını deyim, sağlaya bilərsinizmi ki? Eləmək olur. Eləmək olur, amma efirdə eləməkdən bunu. Efirdə yox. İnsanlar psixolojiyada pozulur. Yoxlama, misal çəkirəm, bu ruh çağırma deyilən şey ruh gəlmir. Bəli. Ruh gəlmir. Biz öldük, yuxudayıq, getdi. Yəni ruh getdi artıq, ruh. Yəni bir də qiyamət günü ayılacaq yuxudan. Amma gəl ki, insanlar ruh çağırmadan cin çağırma eləyir. Əslində cin çağırmadır fərqində olmadan. Rəqəmlər həqiqətən rəqəmlərə əlləri gəlir, rəqəmlərin üzərinə iynə gəlir, göstərir. Cinlərdir. Sonra bu təmas bu qədər asan da açılır. Sonra bu təmas bağlana bilmir. Qarabasmalar başlayır. Başa düşdüm. İntihara meyillik başlayır ki, bu dəqiqədə başa gedir. İnsanda bəli, siz mənim günahım yoxdur, özləri edir onu. Mən sizi başa düşdüm. Siz deyirsiniz ki, onlarla təmasda olan insanların bir çoxları psixoloji dəngələrini sonradan toparlaya bilmirlər. Belə deyim də sizə. Başa düşdüm. Bizim beynin bir qoruma funksiyası var. Özün qoruma funksiyası var. Bəli. Məsələn biz insan cin göndəririk, insanın əlindən başlayır yazmağa. Amma o əl yazana qədər 15-20 dəqiqə, 30 dəqiqəni orqanizm bir hallara düşür. Çünki orqanizm yad bir şey qəbul etmək istəmir bədənə. Bəli. Bunu istər hipnoz kimi bilsin, istər bunu bir şimşək vurması kimi bilsin, istər bunu cin kimi bilsin. Yəni bir mükəmməl yaradıb bizi yaradanlar. Allah və onun mələkləri deyir, yaradana hesab başlasınlar. Mükəmməl yaradıblar. Yəni bir qoruma sistemi var. Panik atak işə düşür. Boğulmalar işə düşür. Bu cinlərin insan bədəninə girməsi, bu kimi hallarla bəzi sosial şəbəkələrdə, televiziyalarda rastlaşırıq ki, kimisə bədəninə cin girdi, nə bilim, cin musallat oldu və s. və axır. Birinci bunun mən elmi tərəfini istəyərdim təbii ki, bilim ki, bu cinlər insanların bədəninə niyə girir? Nə səbəb olur? Yəni bu insanın özü mü onu çağırır? Yoxsa cinlər istənilən insanın bədəninə girə bilərmi? Yəni bu mümkündürmü? Bu barədə biraz dərin bilgi zəhmət olmasa verərdiniz. Biz çox ilahətçi qardaşlarımız var, alim qardaşlarımız var. Efirlər çıxanda cin insana vurmağı inkar edirlər ki, amma Qurani-Kərimdə baxırsan ki, deyir, sələm yeyənlər qəbirlərindən cinin məhs etdiyi kimi, vurduğu kimi çıxırlar. Eyni Ər-Rəhman surəsi 65-ci ayədə 74-də görə bilər. Amma bir şey deyim, bunu inkar edirlər, qorxurlar. Niyə? Bunları qınayar hansısa jurnalist, hansısa psixoloq, bildirim istəyirəm. Elə bir şey var. İnsanı vurur, insanı oturur. Cin girmə dediyimiz şey güllənin bədənə girməyi kimi deyil. Belə gələndə bəziləri deyir, necə olar insan bədənə başqa bir orqanizm girsin. Gəl belə mikrob nə girir bizdə? Soğucan qulağımızda nə girir, ağzımızda nə girir? Ya nə bilim hər hansı bir onların səbəbi bəlli deyilmə. Ki bəzi parazitlər kimi insandan qidalanaraq öz həyatlarını sürdürür. Elm dediyimizdə bu cinlər niyə girir insan bədəninə? Elm burada bir qapatsam, elm dediyimizdə məsələn 40 il əvvəl inkar edən artıq təsdiq edir. Elm də yerinə durmur. Elm də gah rəddiyə verir, gah təsdiq, elm də dəyişir. Mən sizlə razıyam. Siz artıq bu hadisələrlə qarşılaşmış birisi kimi, bir medium kimi bunu bədəndən cinlər çıxartmısınız. Düzdürmü? 10.000 üzərində olub. Bəli. Bunlarla çıxartdığınız zaman, bunlarla danışarkən, onlardan bilgi alarkən onun səbəbini bilmirsinizmi ki, bu cinlər insan bədəninə niyə girir? Bu nə istəyirlər? Başa düşdüm. Burada belə bir şey misal çəkim. Bizə 30-35 nəfər gətirirlər ki, bunda cin var, ya birində ya ikisində olur. Əksər halda histerik hallar olur. Şoklar yaşanır, travmalardır psixolojik. Biz əgər özümüz oturub söhbət edib, səbəbini tapıb və səbəbindən onun sağalda biliriksə, bilirik. Gördük artıq həkimlikdə psixiatrlara göndəririk. İndi ad çəkmirəm, onu çox psixiatra göndəririk biz həqiqətən. Aydındır. Belə. Eroş gün ərzində 40-a yaxın xəstəmiz olur, biz əksəriyyətini göndəririk belə. Amma çox səbəblər var burada. Güclü bir qorxu səbəb var. İnsanın özünün maraqlanması daha çoxdur. Bir də magiya deyilən bir şey var. Məsəl üçün, dünya titrəşim frekansı ilə buna qayıdıram. Sizin saçınız götürülür, kirli bir paltarınız götürülür və buna xüsusi ayinlər olunur ki, bunu hər cadügar da edə bilmir, onu deyim sizə. Tamam. Və istəyirsiniz adınızı dəyişin, istəyirsiniz gedin New Mexico'da yaşayın, hara qaçırsınız qaçın bu dünyanın içində, o sizi tapacaq. Qoxu ilə tapacaq, mən sizinlə razıyam. DNK ilə tapacaq, vücud kodunu tapacaq. Mən sizinlə razı olmaq istərdim. Oturur bir insana. Mən sizinlə razı olmaq istərdim. Bəli. Hansısa bir insanın misal üçün deyir, mənə pislik eləmək üçün hansısa bir cini üzərimə musallat edir. Bəli. Bəs mənim yaradılış qayəmdə
Cinin də yaradanı Allahdır, mənim də yaradanım Bəli, Allahdır. gözəl yerə gəldiniz. Bəli, mənim müdafiə qatlarımı bayaqlar çox gözəl sadaladınız. Bəli. Cinlərin də özünə məxsus müdafiə qatları Bəli. olması gərəkir. Bəli. Onun insana girməsi Allah qatında, Allah tərəfindən insanın yaradılıb, bioloji yaradılışı cəhətindən qorunmurmu? Sual meydana gəlir. Allah nə izin verir? Bunu demək istəyirsiniz. Bəli. Belə bir şey var. Quran, yəni mən çalışıram ki, dini kitablardan, İslam dinindən çox misallar gətirməyim. İnsanlar deməsin ki, ona bax, sığınır Qurana. Bəli. Bizim inkar edə bilməyəcəyimiz şey sığınır, bizi psixoloji şantaj edir. Yox, onu istəmirəm, yenə misal gətirəcəm. Quran-Kərimdə bir çox ayələrdə bildirir ki, şeytan və onun nəsli pis cinlərdən danışır. Sizin görmədiyiniz yerdən görür. Düzdür? Bəli. İbadət və zikr edin, onların yolunda getməyin ki, qorunasınız, əmin-amanlıqda olasınız. İndi gəlin belə deyək. Nə qədər insan Allahın yolunda gedir bu dəqiqə? Nə qədər hədisi, Kərbalası, Məşədisi, elə o statusları qoydu qırağa. Nə qədər inancıyam deyəndə inancdan yaşayırlar. Yəni düşünürsünüz ki, natural inancdan yaşayırlar. Düşünürsünüz ki, İslam inancına uyğun gedən bəndə olsa ona heç qorunur, tam qorunur. Və yaxşı bunun xristianı var, buddisti var. Fərq yoxdur. Əgər insan Allaha yəqindirsə, yaradana yəqindirsə, istər deist olsun, bu qorunacaq. Onda belə deyim, qəlbində Allah sevgisi olan insana heç nə təsir eləməyəcək. Eləməyəcək. Və yaxud da zamanı gözləyəcək ki o. Axı onların ömrü uzundur. Bəli. Biz zaman anlayışı biz insanlara aiddir. Məsələn, kəpənək var, ömrü 3 saatdır. Bəli. O 3 saat onun üçün 60 il keçib. Cinin ömrü uzun olduğu üçün, cin üçün bizim 40 ilimiz bəlkə də onun üçün 40 gün, 50 gün kimi keçəcək. Bildiniz mi? Aydın. Ona görə o gözləyəcək. İmanımızı zəifləməni. İmanın auran dediyimiz şey, yəni bədən enerjisini zəifləmək tək imandan deyil. Bir kim olur olsun, bax buradan səslənirəm. Gecə saat 4-də yatırsa sizi cin vuracaq. Mənə gülün, amma vuracaqsınız. Bildiniz mi istəyirəm? Elmi izahını deyək də, orqanizm zəiflədi vuracaq. Aydındır. Otaqdan qırağa çıxmadınsa, söhbət depressiyan getmir. Heç yana çıxmadın, ancaq bir məkandasan səni vuracaq. İnsanın, sənin təbiətlə bir olmağa, bir bədən olmağa ehtiyacın var. Nurun təzələnməli çöldə. Bunu eləmədin yəni səni vuracaq. Aydındır. Çox geniş bir İkinci bir aspektdən baxmaq istərdim. Tamam, mənim cinlərlə əlaqəm var, mənim cinlərlə münasibətim var və hansısa bir cinə, hansısa bir insanın bədəninə musallat olmağı təklif etdim və yaxud da dedim. Onun, yəni o iş ona nə dərəcədə lazımdır ki, cinə hansısa bir insanın sözünlə keçsin kiminsə bədəninə girsin, lazım olmayan həyatı yaşasın. Onun bədənini yox, bədəndə yaşamır. Kimdir ki, cin bədəndə? Xeyr. Cin bədəndən çıxartmaq alimlərində o bədən dediyimiz onu ilan kimi, anakonda ilanı kimi qıvrılıb sıxan bir şey ondan uzaqlaşdırır. Tamam, yenə də müəyyən zamanda yanında olur da. Daimi yanında olur, daimi yanında sarılır ki. Daimi olmasa müəyyən vaxtlarda olur. Sadəcə biz Quran oxuyanda və yaxud da başqa seanslarda var, aşkara çıxarmaq. O gəlir ki, mübarizə aparsın bizlə. Bu adamı verməsin. Biləcəm istəyirəm. Yəni onu o adamı o saxlamaq, hansısa bir cinin tutub saxlaması nəyə lazımdır? İlk öncə nə dedim? Cinlərə o lazımdırmı? Bu işi bilən adamlar bilir ki, cinlərə nə lazım, onu təklif edir. Aydındır. Mən marağım olur ki, yəni bu iş həll olsun. Məsələn, elə işlər var ki, bu gün bayaq bir Tükazbanı Qasımını misal çəkdik. Biz bu özünü buraxan Qasımların qabağını almasaq, bu sosial sürmə bizi 10 il sonra aparacaq, Allah bilir. Bu cəmiyyət də qoyuruq, mənə düşünürəm. Mən sizlə razı olmaq istərdim. Bəli. Suyu olmayan quyuya hansısa bir cinin əlindən su töksək, nə dərəcədə o quyu məhsuldar olacaq, sulu olacaq? Biraz pis danışacağam, çoxun xoş gəlməyəcək. Buyurun. Misal üçün, biri var, insan evində çırpaq gəzək. Bir dəfə cəmiyyətdə çırpaq gəzək, cəmiyyəti məhv edir. Bizim istəyirəm. Poza cəmiyyəti. Cəmiyyəti formalaşdıran ailələr də axı. Hə. Baxın, bizdə də artıq ailə sütunu söhbət maddiyyatdan getmir. Kim nədir boş söhbətdir? Adam arvad uşağına 10 manat çörək aparmır, gedir qalyana 80 manat verir hər gecə. Bildiniz mi istəyirəm? Mən başa düşürəm. Mən də sizə onu demək istəyirəm ki, onu hansısa cin yolunla vasitəsilə evinə qaytarırsansa, onun əxlaqı dəyişmir axı. Dəyişmir, amma bir şey deyim də, o hipnoz altında qalır. Heç olmasa bir 15 il, 17 il onu biz bir əl qullusuna döndəririk. Heç olmasa uşaqlar evdə atanı görür. Görür ki, atanın nəfəsi var üstündə. Bizə o adamdan çox onun uşaqlarını travmalamaq lazım. Bildiniz mi istəyirəm? Çünki gəlin baxaq, bütün intihar edən uşaqlar əksəriyyətlə arımış ailən uşaqlardır. Gəlin baxaq.
15-16 yaşından pis vərdişə düşən qızlar gördük, nə bilmə, at çəkmirəm, falan maddə qəbul edirəm, falan yola düşən. Əfsuslar olsun ki, 16-17 yaşında qız gedir, bir psixoloq qadına deyir ki, mən cinsimi dəyişdirmək istəyirəm, deyir, sana tam dəstək verirəm. Yaşın 18 olsun, qız sinəvi kəsir dəstək. O da psixoloq qadınlarımız. Bildin istəyirəm. Yəni təsəvvür ki, yəni vəziyyət çox şeydir. Yəni bəlkə mənim yanıma çox gəlirlər, görürəm. Yoxsa mənim artıq həyata baxışım xarab olub. Mən özümə bir dənə bir şey yol qoymuşam ki, bu işdə gücüm buna çatır. O deyir, İbrahim Peyğəmbər od altında qarışqa su gətirdi ağzında. Həmən söhbət. Amma bəli, biz o varlıqlara, onlara lazım olan bir şey təklif edirik və veririk o şeyi. Sonda sizdən Vüsal müəllim, bizim verilişdə maraq doğura biləcək nəyi deyərdiniz cəmiyyətimizə, insanlarımıza, bizim verilişimiz vasitəsilə? İnşallah ki, nə bilim, sevdiklərinə müğayət olsunlar. Yəni ömür qısadır, gün qısadır. Sabah nə olacaq bilmirik. Uşaqlarından, ailələrinə, həm xanımlar, həm kişilərə bir-birinizə müğayət olun. Çox təşəkkür edirəm. Bir də onu istəyirəm, başqa heç bir şey. Təşəkkür edirəm. Xoş gəldiniz efirimizə. İnşallah çalışacağam ki, sizə uyğun, sizin sahəsinizə uyğun bir verilişlər olanda sizi silsiləli şəkildə təşəkkür edirəm. Qiymətləndirib çağırdınız. İnşallah faydası olar insanlara. Bir verilişimizin də belə sonuna gəldik. Sizlərdən xahiş edirəm ki, əgər bizim verilişi bəyəndinizsə, YouTube-dakı kanalımıza üzv olun və bizi izləməyə davam edin. Sağ olun, növbəti verilişlərə qədər.